Bu il paytaxtda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihə hazırlanacaq. Bu barədə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada məlumat verilib. Həmçinin bu il ərzində Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması barədə də danışılıb. Bu il daha 4 yolun Məhəmməd Xiyabani dairəvi 1, M4 Xırdalan tunel, Xırdalan dairəsi, Əbdülvahab Salamzadə, Ziya Bünyadov yollarının tikintisinin başlaması nəzərdə tutulub. Yol infrastrukturu ilə bağlı 4 yolun tikintisi davam edir. Daha 4 layihə üzrə isə işlərə başlanılacaq. Avtomobil yollarının genişləndirilməsi, burada 25 yol nəqliyyat infrastrukturunun, avtomobil yollarının qurulmasından söhbət gedirdi və deyə bilərəm ki, artıq ötən dövr ərzində bu 25 yoldan 4-ü üzrə hazırda işlər, tikinti işləri bilavasitə aparılır. Abşeron rayonunun Mehdiyabad qəsəbəsindən 28 may metro stansiyasına qədər tramvay nəqliyyatının tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Artıq tramvay xəttinin bərpası ilə bağlı müəyyən işlər görülüb. İlk xətt Mehdiyabad 28 may xəttidir. Burada artıq texniki işlər, texniki hazırlıq işləri getməkdədir. İlkin araşdırma həyata keçirilib. Sivriz daxilində orada məşğullaşma hələ ki elə də yüksək deyil. Ona görə də orada yolun yatağında tramvay üçün yer rezerv edilib ki, növbəti mərhələdə tikilə bilsinlər. Həmçinin bu il ərzində Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması da planlaşdırılır. Məşdağa Alballıq xəttidir, daha sonra Binəqala xəttidir və Binə-Hövsan xəttidir. Əlavə olaraq Güzdəşdən Qaradağa da xətt bərpa olunacaq ki, burada qatarlar, yük qatarları, sərnişin qatarlarına imkan yaratsınlar ki, onlar daha intensiv hərəkət edə bilsinlər. Anar Rzayev paytaxtda qanunsuz parklanmadan da danışdı. Bildirdi ki, bu cür hallarla mübarizə tədbirləri genişləndirilir. Bu sahədə nəzarət mexanizmləri daha da sərtləşdirilir. Günəş Rzayeva, Əfqan Bayramov, Fidan Səfər, Spice xəbər.